Yolumuzun fəth elədiyi bax o qayalıqlar. Bax gəlmişik bu yerə, Şuşaya. Bu təbii Şuşa qalasıdır, görün. Bu səngəri görsən təbiət özü yaradıb. Bizim ulu babalarımız bunu şəhəri burada inşa etmişler ki, yani özləri düşməndən qorusunlar. Sonra da axırda onun nəvələri, kütükçələri bu qalanı bax bu istiqamətdən almaq şərəfinə nail oldu. Biz düşərsiniz, görürsünüz bu qalanı. Təbii Allah'ın yarattığı səngər. Bu səngərdən necə insanlar çıxıb, adamın ağlına gəlmir. Bəzən burada oturanda adama məşribat demişkən, mən heç bunu günün günorta çağa düşüb qalxa bilmirəm falan, balaca qaya aparır. Bunlar bu düşmən mövqelərinə, düşmənin üstün mövqedə olduqlarını bilərəkdən bu qayalığa bir baxın, görün necə buranı buradan şəhərə hücum eləmək olar və əks istiqamətdə baxın, görün. Buraya bax, üzü böyük qayalıq görürsünüz, həmin demək o tən yarı bölünüb qaya ortadan, yarısı baş Şuşada qalır, yarısı da o bir tərəfdə. Digərinə baxın, görün burada insan heç mən günorta çağı sülh şəraitində, günün işıqlı vaxtında buranı keçə bilmirəm. İndi məşribat demişkən, bu yazıqlar gör buranı necə fəth eləyiblər. Doğrudan qürur mənbəyidir ancaq. Bu xaricilər də gəliblər. İnanırsınız Allah'ın əksəriyyəti gəlirlər ki, Şuşada ordumuzun fəth elədiyi həmin o qayalıqlar vasitəsilə Şuşanı necə düşmənin azad etdiklərini görmək. Qayalıq elədir ki, orada çətin nəsə görə bilərsən ki, çox sanırımdır. Yani nədən heç ağlına gəlmir ki, insan oradan silahla, çurçaqla ağır təchizatla çıxa bilsin. Heç belə piyada elə yallarla da çıxmaq olmaz, heç hazırsız da çıxmaq olmaz. Onun üçün ən azı xüsusi təlim görmüş insan olacaq.